Müəllim olmaq kitablarda yazılan hər hansı 5-6 cümləni şagirdə öyrətməkdən ibarət deyil. Hər bir uşaq istədiyi informasiyanı müəllimsiz də əldə edə bilir. Müəllim olmaq toxunmaqdır. Qəlblərə, həyatlara, gələcəyə toxunmaq. Müəllim olmaq işıq olmaqdır. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olar sən o günləri bir canlı geri getir. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olar sən o günləri bir canlı geri getir. Deyəndəki saçınızı qoşa hərək örmək üçün uçlarına beyaz lenti kəpənək tək vurmaq üçün siz çox şeydən keçəcəksiniz. Hələ də sən için alovlanıb yanacaqsınız, onda məni anacaqsınız. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olar sən o günləri bir can